Sure Maide ayet 24 ta 26. Euzubillah mineşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qovulan şeytanın şərlərindən. Qalu dedilər, ya Musa, ey Musa, inna lən nədxuləha, büdüzdür ki biz daxil olmarıq əslən, əbəda həmişəlik, madamu ki ta zamani ki fiha ondadırlar, fəzhəb, pəs sən get, əntə və rəbbukə, sən və sənin pərvədgarın, fəqatila, pəs daveliyin, cəng eləyin, inna büdüzdür ki biz ha huna, buradayıq, qaidun, oturan halda. Qalət dedi, mənzər Həzrəti Musa buyurdu bücür ki, Rəbbi mənim pərvədqara, inni büdüzdür ki mən la əmliku, malik deyirəm, sahib deyirəm, illa nəfsi, məgər özümə və əxi və əxəbimə, qardaşımə, fəfruq beynəna, pəs fasilə sal bizim aramızda və beynəl qavmil fasiqin və sözə baxmayan qovmun arasında. Qalə buyurdu Allah, fə innəhə, pəs büdüzdür ki olar, mühərrəmətun, haramdır əleyhim, onlar üçün, ərbəinə sənə 40 il, yətihunə fil ərzi, sərgərdan dolanarlar yer üzündə, fəla təəsə, pəs narahənd olma, məyus olma, ələl qavmil fasiqin, sözə baxmayan qovma görə, ya fıskı fucur eləyən qovma görə, sədəqəllahul əliyyul əzim.